Buraya yazırıq nə? Buraya yazırıq mənfəət, zərər. Burada yazırıq cash flow. Hı. Buralar. Bax, dönə-dönə, dəfələrlə, böyük şiddətlə qeyd edirəm ki, mənfəət zərərdə hesablanmış xərc hesablanmış gəlir. Satış. Bunlar mənfəət zərərə aiddir. Aydındır. Bunların cash flow-ya heç bir aidiyyatı yoxdur. Aydındır uşaqlar. Bəli. Daxil olan vəsait və xaric olan vəsaitin mənfəət zərəri heç bir aidiyyatı yoxdur. Cash flow-ya aidiyyatı var. Aydındır. Bəli. Hesablanmış gəlir xərc o deməkdir ki, sən hesablayırsan ki, bu ay mən bu qədər xərc eləyəcəm. Elədim. Fərqi yoxdur. Eləmisən, eləməmisən. Yəni sən bu 200 min manat satış üçün sənin bu qədər xərcin olub, qardaş. Fərqi yoxdur. Ee, yəni bunlar hamısı əməliyyat xərcləri hesablanır və onlar sənin mənfəət zərərində görsənir. Aydındır. Amma bu 200 min manata, məsələn, mənfəət zərər hesabatı yığırsan və baxırsan ki, sənin hə, bir aylıq qaz pulun 1000 manat, məsələn, belə götürək. Məsələn, qaz xərci, düzdürmü uşaqlar? Su xərci, işıq xərci, bina baxım xərci, internet, əmək haqqı, musiqi, bazarlıq, e, e, məsələn, bu qədər bəs. Məsələn, yanvar ayının hesabatında müəyyən olunur ki, qazın qəbzi gəlir. Və yadda saxlayın ha, mənfəət zərəri yığmaq üçün qəbzlər olmalıdır ya. Təxmini rəqəmlər eləyə bilməzsiniz. Olmaz. Qazın xərci gəlir 1500 manat, suyun xərci gəlir 400 manat, işıq xərci gəlir 3000 manat, bina baxım xərci gəlir söhbəti yoxdur. Bina baxımı sən özün edirsən. Gün məsələn texniki şöbə olur. Texniki şöbə sənə hər gün raport verir ya həftədə bir dəfə raport verir ki, mən burada getdim, lambuçkanı dəyişdim, rozetka qoydum, qapıya rəng vurdum. Müəyyən xərcləmələr yaranır. Aydındır? Bu xərcləri sən toplayırsan və baxırsan ki, bu ay 250 manat sənin bina baxım xərcin olub. İnternet xərcin qəbz gəlib 120 manat, əmək haqqın 30 min manat, musiqi xərcin 2000 manat necə formalaşır? Gündəlik gəlir müğənnilər sənin üçün oxuyur. Sən ona ödəniş edirsən. Ödəmirsən qaqa 2000 sən ödəmirsən. 2000 səndə deyil. Bazarlığın olub 100 min manat. Təchizatçıya ödənişin olub 30 min manat. Personal yeməyin olub 2000 manat. Maya dəyərin olub 60 min manat. Nədir 60 min manat? 60 min manat. Vergi xərcin 1800 manat. PSMF-in məsələn 5000 manat. Bunlar sənin hesablanmış xərclərin ola bilər. Nə sənin hesablanmış xərcin deyil? Bazarlıq,
Sənin hesablanmış xərcin deyil. Aydındır. Təchizatçıya ödəniş sənin hesablanmış xərcin deyil. Bu ikisi mənfəət sənədində göstərilə bilməz. Aydındır gənclər. Bəli. Gəldik. Daha mən siz üçün daha da bir dənə lüks burada lükslük edeyim. Lap belə siz başa düşən olsun sizə. Yoxsa beləsinə sizə çətin olacaq. Bunu belə eləyək. Bunu buradan belə eləyək. Tamam, bura bu ikisini silək. Yox, bu iki xərci mənfəət zərərə bu xərcləmələrin var, amma bunlar var. Amma bu ikisi mənfəət zərərə mədaxil deyil. Aid deyil. Aydındır. Gəldik cash flow-ya. Qaz xərci nə qədərdir? 1500 manat. Ödəməmisən qardaş. Qəbz sənə gəlib hələ 3 gündür gəlib. Ödəməmisən. Su xərcini ödəmisən. Ayın 15-i gəlib sənə qəbz, ayın ortasında ödəmisən gedib. İşıq xərci 3000 manat sənə ayın 20-si gəlib, deyib ki, ayın 27-sinə qədər ödə. Sən də baxmısan ki, keçən aydan 2000 manat da borcun qalıb, 5000 manat ödəmisən. Bina baxım xərci yerində olan xərcdir. Ola bilər amma keçən aydan sənin texniki şöbəyə borcun qalıb, üstünə gəlib ödəyə bilərsən, problem deyil. Bu normalda şeydir. Məsələn, bizim şirkət işlədiyim bir şirkət vardı, orada internet pulunu 2 aydan bir ödəyirdik. Məsələn, ödəmisən 240 manat. Keçən ayda ödəmisən. Əmək haqqı 30 min manat əmək haqqı hesablamısan. Amma bu gün ayın 31-idir. Ödəməmisən. Ödəyəcəksən ayın 10-u. Həmin günə qədər avanslar vermisən. 2000 manat. Avans vermisən 28 min manat ödəməmisən. Haçan ödədin, girəcək həmin vaxtın asotuna. Musiqi xərci 2000 manat ödəyə bilərsən. Bazarlıq girmir. Olmaz. Bazarlığın cash flow-da da yeri yoxdur. Təchizatçıya ödəniş nə qədərdir? 30 min. Yox. Gəldi girir cash flow-ya. Aydındır. Bu cash flow-ya girir. Bu cash flow-ya girir. Amma bazarlıq heç nəyə girmir. Gəldik. Personal yeməyi cash flow-ya heç bir aidiyyatı yoxdur. Cash flow-ya maraqlı deyirsən, personala yemək vermirsən, maya dəyərinin cash flow-ya heç bir aidiyyatı yoxdur. Aydındır. Vergi Bəli. xərci 1800 manat, sən ödəmirsən 5000 manat. DSMF 5000 manat, sən ödəmirsən 3000 manat. Bu sənin xərclərindir uşaqlar. Yəni konkret nə xərcləmirsən onu. Aydındır. Bəli.